Qoç. Bugün enerjin kifayət qədərdir, amma onu necə bölüşdürdüyün əsas məsələdir. Hər kəsin problemini həll etməyə çalışanda öz planların kənarda qala bilər və günün sonunda mənim işlərim nə oldu hissi yarana bilər. İşdə konkret nəticələr əldə etmək üçün bir mövzuya fokuslanmaq, hər yerə qaçmaq əvəzinə prioritet seçmək sənin xeyrinədir. Münasibətlərdə tələsik reaksiya yerinə qısa pauza verib sonra cavab versən, həm öz əsəblərini, həm də qarşı tərəflə münasibəti qorumuş olacaqsan. Buğa. Bugün sənə çox gözə çarpmayan, amma müəyyən edici kiçik seçimlər günü kimi təsir edə bilər. Rahatlığından imtina etmədən, yenə də kiçik dəyişikliklər etməklə özünü yükləmədən irəli gedə bilərsən, məsələn, bir vərdişini yüngülcə dəyişmək və ya xərclərini biraz daha sistemə salmaq kimi. İşdə sənə tələsməyi təlqin edənlər ola bilər, amma sən faktlara baxmağı, riskləri hesablayıb qərar verməyi bacarırsan. Axşam səs-küydən uzaq, tanış və güvənli mühitdə olmaq, sevdiyin yeməyi sakitcə yemək sənə özünü yerinə oturmuş hiss etdirəcək. Əkizlər. Bugün beynin sanki dayanmadan işləyir və sənə həm maraqlı, həm yorucu təsir edə bilər. Bir anda həm plan qurur, həm mesaj yazır, həm də kiminsə sözünü analiz edirsən və bu çoxluq sonda səni tükəndirə bilər. İşdə yeni məlumat, xəbər və ya ideya ala bilərsən və ilk anda həvəsə gəlsən də detalları sonra sakit başla gözdən keçirmək daha məqsədə uyğundur. Şəxsi münasibətlərdə kiçik anlaşılmazlıqlar böyük problem kimi görünməyə meyillidir. Buna görə hər sözdə gizli mənə axtarmaq əvəzinə birbaşa soruşmaq daha sağlam yoldur. Xərçəng. Bugün emosional fonun biraz dərinləşə bilər, hadisələri sırf məntiq yox, daha çox hisslər üzərindən dəyərləndirəcəksən. Ətrafdakı insanların halı sənin əhvalına çox tez təsir edir. Bu səbəbdən neqativ mühitdən biraz uzaq durmaq faydalıdır. İşdə diqqətini toplamaq üçün səni narahat edən şəxsi mövzulardan qısa müddətlik uzaqlaşıb, kiçik bloklarla işləmək daha rahat olacaq. Axşam ailə üzvləri və ya sənə yaxın bir insanla sakit, təzyiqsiz söhbət özünü tək hiss etməməyinə və yüngülləşməyinə kömək edə bilər. Şir. Bugün sənin üçün məni necə görürlər və mən özümü necə hiss edirəm mövzuları arasında fərq daha aydın görünə bilər. Kənardan güclü, inamlı və enerjili təsir bağışlasan da, içində yığılmış yorğunluq və incikliklər ola bilər. İşdə səhnəyə çıxmaq, ideya demək, məsuliyyət götürmək üçün fürsətlər ola bilər, amma hər şeyi öz boynuna yığmaq məcburiyyətində deyilsən. Münasibətlərdə içində qalan, məni də eşidin istəyini sakit, açıq sözlə ifadə etdikdə, həm sən yüngülləşəcəksən, həm qarşı tərəf nə baş verdiyini daha aydın anlayacaq. Qız. Bugün zehni aktivlik, analiz və nəyi necə daha yaxşı edə bilərəm düşüncəsi səni müşayiət edəcək. Özünü xırda detallara həddindən artıq fokuslayanda həm böyük mənzərəni gözdən qaçıra, həm də özünü haqsız yerə tənqid edə bilərsən. İşdə sənə güvənilən tapşırıqlar var və sən onları səliqə ilə icra edirsən, amma hamının səndən mükəmməllik gözləməsinə ehtiyac yoxdur. Şəxsi həyatda başqalarının davranışını çox analiz edib beynini yormaq əvəzinə, bugün nəyi özüm üçün yüngülləşdirə bilərəm sualını özünə verməyin daha faydalıdır. Tərəzi. Bugün münasibətlər sənin üçün əsas mövzu ola bilər, istər romantik, istər ailə, istərsə də iş ortamında olan əlaqələr. Özünü hər zaman vasitəçi, hamını razı salmağa çalışan tərəf kimi görmək yorucu ola bilər və bugün içində yüngül narazılıq hiss edə bilərsən. Gün ərzində kimsə ilə səmimi danışmaq, amma dram yaratmadan mən belə hiss edirəm deyə bilmək sənin üçün dönüş nöqtəsi ola bilər. Axşam gözünə və ruhuna xoş gələn nəsə ilə məşğul olmaq, dekor, musiqi, yüngül film səni yenidən daxili tarazlığa gətirəcək. Əqrəb. Bugün hisslərin səthdə yox, dərinlikdə işləyir, bəlkə heç kim bunu hiss etmir, amma sən öz içindən yaxşı xəbərin var kiminsə davranışındakı xırda dəyişiklik belə səndə sual doğura bilər və hər şeyin arxasında motiv axtarmaq istəyərsən. İşdə vəziyyəti tam analiz edib sonra addım atmağın sənə üstünlük verir, amma bəzən hər detalı nəzarətdə saxlamaq istəyi yorucu ola bilər. Şəxsi həyatda isə ya tam güvənmək, ya da tam geri çəkilmək meylin var. Bugün bəlkə də orta variantda mümkündürmü fikrini sınamaq faydalı ola bilər. Ox atan. Bugün sənin üçün ən vacib mövzulardan biri azadlıq və gələcək barədə düşünməkdir. Gündəlik xırda narahatlıqlar sənə darıxdırıcı görünə və bütün bunlardan kənarda nəsə daha böyük bir şey etmək istəyin arta bilər. İşdə uzun müddətli inkişaf verən planlara, təhsilə, yeni istiqamətlərə göz gəzdirə bilərsən, amma hər şeyi dərhal reallaşdırmaq tələskənliyi yarana bilər. Münasibətlərdə səninlə birlikdə gülə, gəzə, plan qura bilən insanlar daha cəlbedici görünəcək, çox tələbkar və məhdudlaşdırıcı yanaşmalar isə səni uzaqlaşmağa sövq edə bilər.
Oğlaq. Bu gün daha çox plan, məsuliyyət və gələcəklə bağlı real addımlar düşünmək ehtiyacı hiss edə bilərsən. Səndən nə gözlədiklərini yaxşı hiss edirsən və bu, həm motivasiya, həm də təzyiq kimi gələ bilər. İşdə daha ciddi, strukturlaşdırılmış mövzular gündəmdə ola bilər və sən özünü normaldan da artıq cavabdeh hiss edə bilərsən. Günün sonunda özünə "bugün mənim üçün nə etdim" sualını vermək, kiçik də olsa yalnız özünü sevindirən bir şey tapmaq psixoloji balans üçün çox önəmlidir. Dolça. Bugün beynin yeni ideyalara, fərqli yanaşmalara və maraqlı söhbətlərə açıqdır. Sıxıcı, qayda ilə idarə olunan, belə gəlib, belə də gedər tipli yanaşmalar səni daha da uzaqlaşdırır, əvəzində yenilik axtarırsan. İş mühitində texnologiya, yenilik və qeyri-ənənəvi həllər tələb edən işlərdə özünü daha rahat hiss edə bilərsən. Sosial dairədə öz fikirlərini bölüşmək, mübahisə yaratmadan fərqli baxış bucaqları təqdim etmək həm sənə, həm başqalarına ilham verə bilər. Balıqlar. Bugün intuisiya və daxili duyğuların xüsusi güclə işləyir. Sən bəlkə də heç kim demədən, sadəcə atmosferdən hiss edirsən ki, kim yorulub, kim gərgindir, kim sakitliyə ehtiyac duyur və bu, səni həm güclü, həm də yorğun edə bilər. İşdə və gündəlik işlərdə özünü biraz yavaşıtmaq, başqasının əvəzinə hər şeyə görə narahat olmamağa çalışmaq önəmlidir. Şəxsi həyatda nə qədər həssas olduğunu gizlətməyə çalışmaq yerinə ən azı bir nəfərlə bunu bölüşmək içindəki yükü azalda bilər.